Aramızda bəzi yoldaşlar var ki, idman zalına gedə bilmirlər. Ya maliyyə cəhətdən sıxıntı çəkirlər, ya da vaxtları olmur. Mənə bir sual gəldi ki, bəs ev şəraitində edə biləcəyimiz ən təsirli məşq nə olar? Bu mənə görə jim olardı. İlk sıra jimi qoyardım. Birinci patlayıcı qüvvəti artırır, ikincisi də dayanıqlığı artırır. Bunu 4 set halında 20-15 təkrardan eləyə bilirsiniz. Evet, əgər çətin olsa bunu 5-10 təkrarda edə bilərsiniz. İkinci mənə görə press olardı, pressi bilirsiniz. Üçüncü isə mənə görə əgər evdə turnik varsa dips olardı. Dips həqiqətən də triceps üçün çox təsirli bir metodikadır. Dips bir də bildiyimiz normal çəkinmə olardı. Nə qədər bacarırsınız çəkinin. Çəkinə bilmirsə 25-30 kiloluq dirənç bandı alıb onu bağlayaraq çəkinə bilərsiniz. Yəni çəkinməyi öyrənə bilərsiniz. İdmanlarla bağlı, dərslərlə bağlı, proqramlarla bağlı sualınız olsa şərhlər qismində yaza bilərsiniz.